Firon bir Musanı öldürmək üçün neçə uşaq qətl elədi, bilirsinizmi? Ki, o uşaq dünyaya gəlməz. Amma o uşaq dünyaya gəldi, böyüdü onun evində, ondan sonra onun sarayının sütunlarını titrətdi. Bax, bir adam. Bəzən Allah bir adamın əlindən böyük hegemonu vurur yerə, burununu yerə gətirir. İndi insan istəyir yerdə oturub, rahat kürsüsündədir, elə düşünür ki, məsələn, bir adam ona nəyi iş görəcək? Amma görürsən, ağıllı insan tarixi oxuyan isə ondan qorxur. O tarixi yaxşı oxuyub, ağıllıdır, tarixin dərinliklərini oxuyub ki, bir adam belə onun riyasətini, onun sarayının sütunlarını çöktürə bilər. Ondan qorxur. Amma kim olursan ol, zülm əhlisənsə də, nə qədər ehtiyatın olursa o, Firondan ehtiyatlı ola bilməzsən ki. Firon nə qədər uşağı öldürdü, amma Allah öz əmrini tamamladı. Sən nə qədər qəddarlıq eləsən belə, zülmünün üstünə zülm gəlir. Zülmünün üstünə zülm gəlir, nəhayətdə sən nədir? Çökəsən yerə. Bu qaydadır. Nə qədər davam eləyəsən. Büyünün zalimləri də sabah gün öləcək. Heç kəs bu dünyada qalmayacaq. Nə cür ki, tarixdə o zalimların siyahası var, bunlar da o siyahıya düşəcəklər. Və onların adı gələndə onlara lənət oxunacaq.